Azərbaycan Respublikası Baş Prokurorluğun aylıq vəzifə maaşı 3260 manatdan 13750 manata qaldırılır. Prezident İlham Əliyev Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimləməsi haqqında fərman imzalayıb. Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12100 manat müəyyən edilib. Baş nazirin aylıq vəzifə maaşı 17160 manat, Baş nazirin birinci müavininin aylıq vəzifə maaşı 15950 manat, nazirlərin aylıq vəzifə maaşı 13570 manat müəyyən edilib. Bundan başqa, Mərkəzi Seçki Komissiyası sədrinin aylıq vəzifə maaşı artırılıb. İndiyədək 3060 manat vəzifə maaşı alan MSK sədrinin yeni məvacidi 12000 manat təşkil edəcək.